Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Nəticədə bir neçə vəzifəli şəxs saxlanılıb. Saxlanılan Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, əmlak məsələləri dövlət xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib. Onlar rüşvət almaqda ittiham olunurlar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edilir.